7 plus 7 plus 7 bərabərdir 4 vurulsun 7. Başqa sözlə desək, hasili almaq üçün bir ədədin digər ədədə yaxud öz-özünə vurulmasına vurma əməli deyilir. Məsələn, 6 vurulsun 6 bərabərdir 36. 6 vurulsun 8 bərabərdir 48. 8 ilə 9 ədədlərinin hasilindən 72, 8 və 4 ədədlərinin hasilindən 32 alınır. Məsələn, 9 vurulsun 8 bərabərdir 72, 8 vurulsun 4 bərabərdir 32. Vurma əməlinin komponentləri: vuruq, vuruq, hasil. Vuruq, 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 hasil. Vurma əməlinin nəticəsi hasil adlanır. Vurma əməlində vuruqlar artdıqca hasil də artır. Məsələn, 6 vurulsun 3 bərabərdir 18, 9 vurulsun 8 bərabərdir 72. Vurma əməlində məhsul komponentin tapılması. Vurma əməlində məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Məsələn, 4 vurulsun x bərabərdir 32. X bərabərdir 32 bölünsün 4. X bərabərdir 8. Burada məhsul vuruq 8 alındı. Vurma əməlinin xassələri. Yer dəyişmə xassəsi. Vurma əməlində vuruqların yerin dəyişdikcə hasil dəyişmir. Çünki hər iki halda eyni ədədlər vurulur. Məsələn, A vurulsun B bərabərdir B vurulsun A. Bunu rəqəmlə ifadə etdikdə 7 vurulsun 8 bərabərdir 56, 8 vurulsun 7 bərabərdir 56. Qruplaşdırma xassəsi. Yan-yana duran bir neçə vuruğu onların hasili ilə əvəz etdikdə hasil dəyişir. Məsələn, A vurulsun B vurulsun C bərabərdir A vurulsun mötərizədə B vurulsun C bərabərdir mötərizədə A vurulsun B vurulsun C. Bunu rəqəmlə ifadə etdikdə 2 vurulsun 3 vurulsun 4 bərabərdir 2 vurulsun mötərizədə 3 vurulsun 4 bərabərdir mötərizədə 2 vurulsun 3 vurulsun 4. Paylama xassəsi. Toplamaya əsasən zəmin ədədə vurulması. Zəmin ədədə vurmaq üçün toplananlardan hər birini həmin ədədə vurub alınan hasillər toplamaq lazımdır. Məsələn, A vurulsun mötərizədə B plus C bərabərdir A vurulsun B plus A vurulsun C. Paylama xassəsi. Çıxmaya əsasən fərqin ədədə vurulması. Fərqin ədədə vurmaq üçün azalan və çıxılanı ayrı-ayrılıqda həmin ədədə vurub alınan birinci hasildən ikinci hasili çıxmaq lazımdır. Məsələn, A vurulsun mötərizədə B çıxılsın C bərabərdir A vurulsun B çıxılsın A vurulsun C. Bunu rəqəmlə ifadə etdikdə
2 vurulsun mötərizədə 4 çıxılsın 2 bərabərdir 2 vurulsun 4 çıxılsın 2 vurulsun 2 bərabərdir 2-ni 4-ə vurduqda 8 2-ni də 2-yə vurduqda 4 8-dən də 4-ün 4 belə dərs suallarının davamı olmasını istəyirsinizsə bizi izləyin, kanalımıza